Qardaş, sən can deyərdin, yazıb ki, idmandan əvvəl protein, yoxsa idmandan sonra. Mənim qardaşım, sənə belə bir şey deyim. İdmandan əvvəl də, idmandan sonra da bol zülallı, karbohidratlı və lifli qidalanmaq lazımdır. Bax, karbohidratı qədərindən artıq alacaqsan, gömbullaşacaqsan, olmaz, depolayacaq. Zülallı ətindən artıq alacaqsan, böyrəkləri yüklənəcək. Hər şey qədərində gözəldir. Sənin bir oturma yeyib, oturub 10 dənə yumurta yeməyin, 15 dənə yumurta yeməyin, məsəl üçün deyirəm, bu səni yükləyəcək. Olmaz. Yəni, bir bədənin, belə deyək də, bir oturma, bir dəfəyə sintez elədiyi zülal miqdarı 25-30 qramdır. Sən onu ha ye, 150 qram. Bunun tutumu budur da, bu qabın tutumu bura kimidir. Düzdürmü? Bunu gərək üstündən içəsən, təzdən dabafqa eləyəsən də, içiləmiş bu necə ola bilər, daşıyacaq da. Ona görə də özünüzü yükləməyin. O ki, qaldı sənin sualının cavabını atın. Başda da, yəni məşqdən əvvəl də, sonra da, məşqdən 2 saat, 3 saat əvvəl zülal qəbul olmalıdır. Yaxşı olar olsun. Məşqdən sonra da ala bilərsən zülal mütləq şəkildə. Alsan daha yaxşıdır yəni. Hansı?